Zəngin mətbəxi ilə sevilib seçilən Koreya mətbəxi artıq Azərbaycanda. Və bunu eşidən kimi nə edirik? Biz də durub yollanırıq 28-də yeni açılmış Koreya Time Barbecue restoranına. Həqiqətən restoranın dizaynı çox möhtəşəmdir. Restoranda ilk qürur verən şey bilirsiniz nədir? Artıq Çin və Koreya qonaqlarımız gəlib öz mətbəxlərini artıq Azərbaycanda rahat şəkildə nuş edə bilərlər. Və mən də əyləşən kimi hər gün yeməkdən doymadığım steyki zakaz verirəm və burada ən əsası Koreya mətbəxindən özəl gətirilmiş şeflər seçdiyimiz menyunu hazırlayaraq masamıza göndərirlər və biz nə edirik? Restoranın interyerinə uyğun olaraq öz yeməyimizi öz ağız dadımızda, öz masamızda hazırlayırıq. Mən də bu adət-ənənəyə uyğun olaraq öz seçdiyim və öz zakaz verdiyim yeməyi öz ağız dadıma uyğun olaraq bişirib burada qayçı ilə niyə kəsirəm? Çünki bu restoranda pisaq ümumiyyətlə verilmir. Ən gözəli qayçı ilə kəsirik və burada soslara batıraraq nuş edirəm. Həqiqətən mən belə bir dad ümumiyyətlə heç bir yerdə dadmamışdım. Çox möhtəşəm dadı var və mənə hədiyyə olaraq belə bir möhtəşəm bir yemək gəldi. Həqiqətən acını sevən insanlar varsa bu yeməyin gedib dadına baxmalılar. Çox acılı və çox möhtəşəm bir dadı var idi. Mən də burada bəhbəhdən yeyirəm. Ünvanımız isə 28-də yerləşir və videonun üstünə tam şəkildə yazacağam. Siz də gedin nuş edin.